Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün iyul ayının 7-si 2026-cı il. Mən Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət və İctimai Birliyinin Ucar rayon təşkilatının sədri Məmmədov İlkin. Deməli, bir neçə gün bundan öncə biz buradan fontanların işləməməsi ilə bağlı çəkiliş eləmişdik. Ucar rayon icra hakimiyyətinə müraciət ünvanlanmışdır ki, ərazidə fontanlar işləmir və etdiyimiz paylaşımlara cavab olaraq Ucar rayon icra hakimiyyəti bildirmişdir ki, tezliklə həmin ərazidə fontanların işləməsi təmin olunacaq və ərazi nəzarətə götürülmüşdür. Bugün 7 iyul 2026-cı il tarixində mən buradan çəkiliş aparıram. Gördüyünüz kimi fontanlar işlək vəziyyətdədir. Burada olan fontanların artıq ikisi işləyir. Biz ümid edirik ki, yəni hər gün bu şəkildə fontanlar işlək vəziyyətdə olar və digər iki fontan var ki, onlar qeyri-işlək vəziyyətdədir. Onların da işləməsindən ötürü müəyyən işlər görürlər. Bəli, bax gördüyünüz kimi insanlar asudə vaxtlarını keçirməkdən ötürü bura üst tuturlar. Çünki Ucar rayonunda yeganə bir yerdir ki, burada, yəni buradan başqa rayonumuzun görkəmli yeri yoxdur ki, insanlar gəlsinlər, istirahətlərini eləsinlər. Bugün burada, yəni görürsünüz ki, insanlar gəlir, asudə vaxtlarını burada keçirdirlər. İnsanların vaxtlarını xoş keçirməkdən ötürü bax bu işlər mütəmadi olaraq görülməlidir və nəzarət olunmalıdır ki, burada hər gün bu fontanlar yəni bu vəziyyətdə, işlək vəziyyətdə olsunlar. Mən görülən işlərə görə Ucar rayon icra hakimiyyətinə öz təşəkkürümü bildirirəm və ümid edirik ki, rayon ərazisində olan problemlər mütəmadi olaraq aradan qaldırılacaq və rayon sakinlərinin təhlükəsiz mühitdə yaşaması təmin olunacaq. Hörmətlə Ucar rayon təşkilatının sədri Məmmədov İlkin.